Oktyabrın 22-sində İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə iki tərəfli dəyirmi masa müzakirəsi təşkil olunub. Görüşdə iştirak edən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Today Press TV-yə danışıb. O qeyd edib ki, görüş hökumətlər tərəfindən dəstəklənib. Təşkilatçılıq baxımından hər iki hökumət səy göstərdi. Bildiyiniz kimi ilk dəfə idi ki, Azərbaycan hava yollarına məxsus olan təyyarə son 25, bəlkə də 30 il ərzində ilk dəfə Ermənistanın paytaxtına eniş etdi. Görüş çərçivəsində bir çox məsələlər müzakirə edildi. Onsuz da biz müəyyən beynəlxalq tədbirlər çərçivəsində, xarici təşkilatların təşkil etdiyi müzakirələr çərçivəsində Ermənistandan olan ekspertlərlə görüşürük. Bu görüş sırf iki tərəfli formatda baş verdi və burada hər hansısa bir üçüncü tərəf nə təşkilatçılıq, nə təşəbbüs, nə də həmin məkanda iştirak elədi. Ekspert birgə fəaliyyətin təşkilinin artıq aktual xarakter daşıdığını bildirib. Vaşinqton görüşündən sonra, imzalanan birgə bəyanatdan sonra artıq elə mühit formalaşıb ki, hökumətlər qarşılıqlı addımlar atır. Müəyyən dərəcədə birgə fəaliyyət təmin olunubdur. Elə bir tarixi şərait formalaşıb ki, artıq vətəndaş cəmiyyəti səviyyəsində də, ekspert, media səviyyəsində də müəyyən dərəcədə müzakirələr və birgə fəaliyyətin təşkili aktualdır. Belə olan halda, belə deyək də, qiymətləndirərək, bax belə bir addım atıldı və ümid var ki, bu format davamlı olacaqdır. Belə görüşlərin təşkili artıq bir normaya çevriləcəkdir və iki tərəfli formatda da necə ki, diplomatik səviyyədə, iqtisadi səviyyədə, eləcə də vətəndaş cəmiyyətinin dialoqu səviyyəsində də iki tərəfli format qorunub saxlanılacaqdır. Qeyd edək ki, dəyirmi masada Azərbaycan tərəfini Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həm təsisçisi və direktoru Rusif Hüseynov, Milli Qeyri-Hökumət Təşkilat Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Uvan News Az xəbər portalının baş redaktoru Kəmalə Məmmədova, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Arek Koçinyan, Boris Navasaryan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər. Görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib. O, bu cür təşəbbüslərin İrəvan-Bakı münasibətlərinin normallaşması prosesinin vacib tərkib hissəsi olduğunu vurğulayıb. Həmçinin bildirib ki, belə görüşlər iki ölkə cəmiyyətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsi və birbaşa dialoqun formalaşmasına xidmət edir. Qiymət Mahir Namiq Abbasov, Today Press TV.